Temunun Azərbaycanda bağlanması ilə bağlı bir xəbər yayılıb, onu da sizin diqqətinizə çatdıracağım. Ümumiyyətlə, bu platformadan, daha dəqiq desək, elektron ticarət platformasından Azərbaycanda 10 minlərlə insan istifadə edir desək, yəqin ki, bu rəqəm yanlış olmaz. Yəni, bu platformanın bağlanması və yaxud da bağlanması ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub və rəsmi açıqlama var Prezident yanında. Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Temu elektron ticarət platformasının sahibi PDD Holdings şirkəti barəsində iş qaldırıb və deməli, məlumata görə PDD Holdings şirkəti Temu elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirib və s. Yəni, bunun mənası odur ki, məsələn, sən bazarda 20 manata ala biləcəyin bir şey Temudan 12 manata, 13 manata ala bilirdin və nəticə olaraq yəni digər hansısa şirkətlərin, qurumların ticari dövriyyəsinə təsir edirdi. Amma indi gəlin məsələyə biraz başqa tərəfdən yanaşaq ki, bugün məsələn, ölkədə dərman sahəsində çox ciddi monopoliya var, ciddi şəkildə. Məsələn, Azərbaycanda, belə deyim də, 50 manata olan dərman Türkiyədə, yəni bir addımlıq məsafədə 15 manata alına bilirsə, bunun da monopoliyası var. Bu məsələləri də araşdırmaq lazımdır ki, yəni nəyə görə buradan bura bu dərmanda 2-3 dəfə fərq var və yaxud da digər qida məhsulları olsun, digər məsələlər olsun, geyim olsun. Məsələn, Türkiyədə 100 manata olan hər hansı bir geyim Bakıda 250 manata təklif olunur. Yəni, insanların biraz daha ümidləndiyi, ümid bildiyi sahələr ki var, onlara dərhal barmaq tıxamaq olmaz. Temu, belə deyək də, platformalara ola bilər ki, tam keyfiyyətli filan məhsullar gətirib ortaya çıxarmırdı, amma bütün hallarda yəni insanların tələbatını xeyli ödəyir. Düzdür, burada bir açıqlama da var. İqtisadçı Eldəniz Əmirov Bakı Postda bildirib ki, hazırki vəziyyətdə belə bir addım müzakirə olunmur, yəni Temunun bağlanmağı, platformanın bağlanması istehlakçılar üçün mənfi nəticələr deməli, yarada bilər. Amma burada vacib məsələ odur ki, ilk dəfə ümumiyyətlə bağlanma olunur maliyyə sanksiyaları. Yəni, Temu cərimələnəcək də qısası.